Ehtiyatda olan hərbiçilərə dəstək 35 milyon ayrıldı. Gündəm xəbərin efirində 4 noyabr tarixidir və bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, 2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət eləmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat vəsait nəzərdə tutulub. Gündəm xəbər verir ki, trendə istinadən Milli Məclisin İqtisadi, Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində bu məsələ öz əksini tapıb. Sənədə əsasən həmçinin kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara, ehtiyatda və istifada olan hərbi qulluqçular da nəzərə alınmaqla ödənilən pul kompensasiyası üçün 15 milyon 500 min manat məbləğində vəsait nəzərdə tutulub. Yəni 2026-cı ildə yerli xərclərin 15 milyon 500 min manatı və ya 2%, kirayəyə götürülmüş və yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara, ehtiyatda və istifada olan hərbi qulluqçular da nəzərə alınmaqla pul kompensasiyasının ödənilməsi xərclərinə yönləndirilmiş olacaq.